Əgər siz də sahibkarsınızsa, vergi məcəlləsi adı yəqin ki, sizə biraz qorxuducu və ya mürəkkəb gəlir. Amma inanın, bu sənəd əslində sizin biznesinizin uğuru üçün ən vacib alətlərdən biridir. Gəlin bugün bu qalın kitabı birlikdə vərəqləyək və onun dilini anlamağa çalışaq. Yaxşı, gəlin belə düşünək. Biznesi böyük bir oyun kimi təsəvvür edin. Vergi məcəlləsi də bax bu oyunun qaydalar kitabçasıdır. Bu qaydaları bilmək sadəcə cərimələrdən yayınmaq deyil, əksinə, oyunda qalib gəlmək üçün doğru strategiyanı qurmaq deməkdir. Məqsədimiz də elə budur. Qaydaları öyrənib onlardan necə faydalanacağınızı göstərmək. Bugünkü söhbətimizdə bir biznesin sanki həyat yolunu izləyəcəyik. Əvvəlcə oyunun əsas qaydalarına baxacağıq. Sonra biznesə başlayarkən atılmalı olan ilk addımları öyrənəcəyik. Gündəlik vergi məsələlərinə baş vuracağıq. Dövlətin təklif etdiyi güzəştləri, yəni bonusları kəşf edəcəyik. Və sonda bu oyunda necə dürüst qalmaq olar, onu müzakirə edəcəyik. Elə isə başladıq. Birinci bölmə. Biznesin oyun qaydaları. Axı hər bir yaxşı oyuncu kimi biz də ilk növbədə qaydaları mükəmməl bilməliyik, elə deyilmi? Bax, hər şey bu cümlədən başlayır. Bu nə deməkdir? Sadə dildə desək, dövlətlə sizin, yəni biznesin arasındakı bütün maliyyə münasibətlərinin ana qanunu məhz vergi məcəlləsidir. Yəni, hər hansı bir vergi sualınız yarananda ilk və son baxacağınız yer məhz bu sənəddir. İndi isə gəlin ikinci bölməyə keçək və biraz daha praktik məsələlərə toxunaq. Biznes səyahətinə başlayanda məcəllənin, belə deyək, lüğətini bilmək həyati əhəmiyyət daşıyır. Yəni, əsas terminləri anlamalıyıq. Bəs məcəlləyə görə biznes nədir? Sizin fəaliyyətiniz sahibkarlıq sayılır ya yox? Baxın, 13-cü maddə bunu çox aydın deyir. Əgər siz müstəqil şəkildə öz riskinizdə qazanc əldə etmək məqsədi ilə hər hansı bir iş görürsünüzsə, istər nəsə satın, istər bir xidmət göstərin, deməli siz sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuz. Yaxşı, bəs mal deyəndə nə nəzərdə tutulur? Məcəllə bu anlayışa çox geniş yanaşır. Yəni, bu təkcə əllə tutulan əşyalar deyil. Məsələn, satdığınız proqram təminatı və ya hətta elektrik enerjisi də mal sayılır. Amma burada kiçik bir amma var. ƏDV məsələlərində pul və qeyri-maddi aktivlər mal hesab edilmir. Bu, vacib bir detaldır. Və nəhayət, gəlir. Qısacası, bu sizin biznes fəaliyyətinizdən kassaya daxil olan bütün pulların cəmidir. Vergilər məhz bu rəqəm üzərindən hesablandığı üçün gəlirin nə olduğunu dəqiq anlamaq bütün sonraki hesablamalar üçün açar rolunu oynayır. Artıq fərz edək ki, biznesimiz işləyir. İndi isə gəlin sahibkarların demək olar ki, hər gün üzləşdiyi ən əsas vergilərə fokuslanaq. Gəlir vergisi və əlavə dəyər vergisi, yəni ƏDV. Gəlir var. Məcəllə gəlirləri iki yerə ayırır. Birincisi sizin əsas işinizdən, yəni satdığınız maldan və ya göstərdiyiniz xidmətdən gələn puldur. İkincisi isə satışdan kənar gəlirlər adlanır. Məsələn, bankdakı depozitinizdən gələn faiz və ya sizə kiminsə ödədiyi cərimə. Mühasibatlıqda bu ikisini ayırd etmək çox vacibdir. Deməli, hər bir biznesin gündəlik həyatında mütləq riayət etməli olduğu bir neçə qızıl qayda var. Baxın, nağd pul qəbul edirsinizsə, nəzarət kassa aparatı, yəni kassa aparatı mütləq olmalıdır. Hər bir əməliyyatdan sonra 5 gün ərzində elektron qaymə faktura göndərməlisiniz və ən əsası, səhvlərdən qaçmaq üçün bütün sənədlərinizi ən azı 5-in saxlamalısınız. Bu, qanunun tələbidir. Yaxşı, bura qədər ancaq öhdəliklərdən danışdıq. Amma vergi məcəlləsinin bir də xoş tərəfləri, yəni biznesə verdiyi imkanlar var. Bu təkcə vergi yığmaq üçün bir kitab deyil, həm də biznesin inkişafını dəstəkləyən bir vasitədir. Gəlin görək, hansı fürsətlər var? Bax, bu rəqəmə diqqətlə baxın. 10 il. Bu, inanılmaz bir güzəştdir. Məcəlləyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər və sahibkarlar 2023-cü ilin əvvəlindən başlayaraq tam 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən tamamilə azaddılar. Bu, dövlətin o bölgələrin inkişafına verdiyi həqiqətən də böyük bir dəstəkdir. Və bu güzəştlər təkcə bir sahə ilə məhdudlaşmır. Dövlətin prioritetləri çox aydındır. Məsələn, startup statusu almısınızsa, 3 il mənfəət vergisi ödəmirsiniz. Əgər kənd təsərrüfatı ilə məşğulsunuzsa, öz məhsulunuzu satanda 13 il ƏDV-dən azadsınız. Hətta COP29 kimi böyük tədbirlərdə iştirak edən xarici mütəxəssislər üçün belə müvəqqəti vergi azad olmaları var.
Gəldik son bölməmizə, qaydalara əməl etmək. Oyunu qaydalarına görə oynamaq həm bir məsuliyyətdir, həm də sizi gələcəkdəki baş ağrılarından qoruyan ən yaxşı sığortadır. Gəlin bu prosesə biraz daha yaxından baxaq. Heç vaxt unutmayın ki, bu münasibətlər tək tərəfli deyil. Sizin ancaq öhdəlikləriniz yox, həm də hüquqlarınız var. Məsələn, sizin biznes məlumatlarınız məxfidir. Vergi orqanının hər hansı bir qərarı ilə razı deyilsinizsə, şikayət etmə hüququnuz var. Hətta əmlakınız siyahıya alınarsa, o prosesdə şəxsən iştirak edib nəzarət edə bilərsiniz. Əmlakın siyahıya alınması ifadəsi biraz qorxulu səslənə bilər, amma gəlin prosesi addım-addım anlayaq ki, heç də qorxulu olmasın. Bu proses ancaq ödənilməmiş vergi borcu olduqda başlayır. Özdə birdən-birə yox. Əvvəlcə sizə yazılı xəbərdarlıq gəlir, sonra rəsmi qərar çıxarılır və sizin iştirakınızla inventarizasiya aparılır. Yəni, bu ani və xəbərsiz baş verən bir şey deyil. Beləliklə, bütün bu danışdıqlarımızdan çıxarılacaq ən əsas nəticə nədir? Vergi məcəlləsi daşa həkk olunmuş dəyişməz bir qanun deyil. O, iqtisadiyyatın nəbzini tutan, daim yenilənən, canlı bir sənəddir. Dünənki qayda bugün dəyişə bilər, buna görə də məlumatlı olmaq hər bir sahibkar üçün daimi bir vəzifə olmalıdır. Və sonda sizi düşünməyə vadar edəcək bir sual. Qanunvericilikdəki dəyişikliklər qaçılmazdır. Bu bir faktdır. Əsas sual isə budur ki, siz və sizin biznesiniz növbəti yeniləməyə, növbəti dəyişikliyə nə dərəcədə hazırsınız? Unutmayın, müasir biznesdə sağ qalmağın əsas şərti daim öyrənməyə və uyğunlaşmağa hazır olmaqdır.